Quba Xaçmaz Regional Təhsil İdarəsinin müdür müavini olan Pərvin Ağasiyev onlarla şagirdi təhsildən yayındırıb. Daha doğrusu, həmin şagirdlərin məktəb və təhsildən yayınmasına ya vasitəçilik edib, ya da bu barədə birbaşa tapşırıq verib. Bu barədə Sevint Aymaza açıqlama verən Siyəzən şəhər 5 saylı orta məktəbin keçmiş direktoru Dadaşova Əsli Yaylaq qızı bildirib. Mövzunun təfərrüatına varmazdan əvvəl vəzifənin xidmətə deyil, alətə çevrildiyi bu məsələnin xronoloji təfsilatı haqqında bəhs etmək istəyirəm. Proseslərin başlanğıcı Pərvin Ağasiyevin Siyəzən rayon təhsil şöbəsinin müdürü olduğu 2019-2023-cü illərə təsadüf edir. O, bir neçə şagirdin siyahısını məktəb direktoruna verib tapşırır ki, həmin şagirdləri təhsil müəssisəsinin şagirdi olaraq qeydiyyatdan keçirsin və onların ayın müəyyən günləri istisna olmaqla məktəbə gəlmədən tədrislərinə davam etməsi üçün şərait yaratsın. Ən əvvəl o mənlə üzbəüz olan qonşu məktəbdə direktor işləyirdi. Biz direktor idik. Direktor həmrəyliyimiz vardı. Hətta günlərin bir günündə o mənə yanaşdı ki, mən bu məktəbə mənə bir nəfər xahiş eləyib, bir uşağa da yazdırmaq lazımdır. Mənə o məktəbdə mən onu yerləşdirə bilmərəm, heç kimi tanımıram. Xahiş eləyirəm, sən o uşağı götür məktəbinə. Mən də dedim baş üstə. Çünki mən məktəbdə biraz uşaq qıtlığı var idi, belə deyim də. Yəni mümkün idi də. Yəni uşaq özü adı olub, özü gəlməyəcəkdi də. Yox, gələcəkdi, amma müntəzəm gəlməyəcəkdi belə. Özünü mən bilmədim ki, bunu mən üçün belə deyək də hədəf götürəcək, hədəf eləyəcək. Sonra mən razılaşdım, uşağı götürdüm. Sonra işlədik, bir müddət bu uşaq deyildi, gəldi, deyilən vaxtlarda gəldi, getdi. Amma Pərvin sektor müdürü keçəndən sonra həmən qaydaları mənə tətbiq elədi. Dedi ki, olar ki, sən mənə yenə də kömək eləyəsən, məsələn, mənə müraciət eləyirlər. Mən dedim ki, Pərvin müəllim, əgər bu cür məsələdirsə, mənim arxamda duracaqsınızsa, məni qoruyacaqsınızsa, mən bu işi eləyərəm. Dedi ki, mən sənin arxanda duracağam. Məktəb direktorunda bir neçə il bu qanunsuz əməlin icrasına məcbur edən Pərvin Ağasiyev 2023-cü ildə yeni yaranan Quba Xaçmaz Regional Təhsil İdarəsinə müdür müavini təyin edilir. Bundan sonra direktor ona bu şagirdlərin artıq məktəbdən kənarlaşdırmaq istədiyini bildirir. Əsli Dadaşovanın bu israrına baxmayaraq, Pərvin Ağasiyev ona həmin şagirdləri məktəbdən xaric etməyə icazə vermir və mütəmadi olaraq Quba Xaçmaz Regional Təhsil İdarəsinin müdür müavini ola-ola o direktor Əsli Dadaşovadan bu şagirdlərə görə müxtəlif məbləğlərdə pul vəsait alıb. Regional təhsil idarəsinə gedəndən sonra isə mən ona müraciət elədim. Bu da faktı olub da, özü danarsa da Allaha danmaz ki, müəllim, bu yay mən uşaqları ötürəcəm getsin. Çünki biraz narahatam. O mənə dedi ki, ötürmə, qoy qalsınlar, həmən prinsiplə davam elə. Yəni, denən ki, bugün gəlin. Mən dedim, müəllim, birdən yoxlamalar gələr. Bu günlər necə seçilirdi, yoxlamalar gələn həftələr? Yox, həftənin müəyyən günləri gəlirdilər. Məsələn, uşaq vardı ki, həftənin 2-ci, 5-ci günü gəlirdi. Uşaq vardı, həftənin 1-ci, 4-cü gün gəlirdi. Yəni, belə, həftədə 2 dəfə. Yəni, bunu məktəb də danmaz, heç kim də, müəllim də danmaz, uşaq da danmırdı ki, onlar sinifi də, müəllimi də, şagirdi də tanıyırdılar. Amma bütün bunları mən Pərvinin icazəsi ilə eləmişəm. Birbaşa Pərvinin icazəsi ilə. Mən kənar heç kimdən icazə ala bilməzdim, nə də heç kimdən belə güvənib eləyə bilməzdim. Birbaşa Pərvinə güvənib eləmişdim. O güvənci də Pərvin özü mənə vermişdi. Yox, güvənc deyəndə ki, bu bir növ belə razılıqla, öncədən planlaşdırılmış şəkildə olur da. Bəli, xəbəri də var idi, hər şeydən xəbəri də var idi. Hətta mən indi bunu deməyəcəm, o mənə yetər sayda deyirdi ki, bu qədər yetər say olsa bəsindir. Mən bunu yəni deyirəmsə, dalında da dururam. Bu Pərvinin icazəsi ilə, Pərvinin diktəsi ilə. Ola bilər ki, indi biz onu geç tanımışıq. Biz biraz zamanında insanları tanımırıq. Amma Pərvin birbaşa mənə deyirdi ki, icazə verirəm, bunu elə. Hətta deyirdi ki, biraz əlim aşağıdır, imkan varsa çox elə. Müəyyən bir yerə qoy deyirdi, mən daha bir dəfə dedim ki, bəlkə karta, dedi, yox, kart təhlükəlidir. Ən azı o regional təhsil şöbəsinin müdür müavini olduğu ərəfədə mən bircə kəlmə bunu deyəcəm ki, mən Qubada bir tanış ailəm var, qohum ailəm var. Mən onlara gedirdim. Dedi ki, sən gəl onlara, qaydanda mən səni götürəcəm. Orada da həll eləyərsən. Şəxsən əlinə vermişəm onda. Amma məsələn, Siyəzəndə olduğu müddətdə kənar yerlərə də qoymuşsunuz da? Yox, belə deyim də, özü götürürdü. Bilirdi də haralarda, necə götürürdü.
Tamahla qurulan bu dırnaqarası səadətin sonu nəhayət ki sona çatır. Təhsil idarəsindən həmin məktəbə yoxlama gedir və təbii ki, yoxlama nəticəsində bu məsələ gün üzünə çıxır. Bu zaman Pərvin Ağasiyev dramatik məsələnin məsuliyyətindən yaxa qurtarmaq üçün direktordan xahiş edir ki, onun adını çəkməsin və əlavətən Pərvin Ağasiyev Əsli Dadaşovaya söz verir ki, sən ərizəni yaz işdən çıx. Mən artıq təhsil idarəsinin müdür müaviniyəm. Biraz zaman keçsin, səni şəhər məktəblərinin birinə direktor müavini vəzifəsinə təyin etdirəcəm. Hətta o mənə dedi ki, sən qoy, bunu mənə özü dedi. Dedi ki, qoy yoxlasınlar, səni çıxartsınlar. Mən sənə böyük məktəblərə direktor müavini vəzifəsi verəcəm, gedərsən, işləyərsən. Tamahla bu çirkin əməl arasında vasitəyə çevrildiyini anlayan Əsli Dadaşova sonradan bu barədə Elm və Təhsil Nazirliyi yanında məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun qəbuluna gedərək baş verən proseslər barədə məlumat verir. Biraz bədii üslubda ifadə edəcəm. Bir şam kimi özünü yandırıb təhsilə işıq saçmaq əvəzinə əli aşağı olanda şagird satan bir şəxsin minlərlə şagirdin mənsub olduğu bölgə təhsilindəki hansı təşəbbüsünə və hansı xidmətdəki səmimiyyətinə inanmaq olar görəsən. Hələ bu şəxsin region təhsilinin zirvəsində olduğunu nəzərə alsaq, bu tamahla cingildəyən reallığın ortaq məxrəcə gətirdiyi bu əməllər isə çox acı bir nəticə ortaya çıxarır. Hələ harda başqa nə əməl olduğu məlum deyil. Sokratın belə bir sözü var. Elm ancaq xoş niyyətli insanların əlində olanda fayda verir. Ürəklərdə kök atıb ağızlarda meyvə verməli olan elm-irfan gərək boyunlara vurulan sərvət zənciri olmasın. Çünki şagirdlər öz müəllimlərinin həzm etdikləri ilə qidalanır.